Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebina Muhammed ve ala alihi ve ashabi ecmain emme ba'd. Sələflərin bir önəmli sözü var, qardaşlar. Bu önəmli sözü bir müsəlman götürüb, həyatını bunun üzərinə tənzimləsə, bu hədisdə gələn vəsflə, bu sələfin sözündə gələn vəsflə yaşamağa çalışsa, o insan bir çox xeyirlərə muvaffaq olmağa məhkumdur. Sələflərdən biri deyir ki, ya görsənildiyin kimi ol, nətər görsənmirsən, yəni sənin cəmaat necə tanıyır, cəmaat içində özünü necə aparırsan, hərəkətlərin, feilin, davranışın, necə cəmaatın içində görsənirsən, təklikdə də gerçəkdən elə ol. Ya da gerçəksən hansı adamsansa, cəmaatın içində elə davran. Bir çox adamlar var, artistliyi yaxşı bacarır. Cəmaatın içində özünü super göstərə bilir. Cəmaata özünü bəyəndirə bilir. Cəmaatın içinə çıxanda yaxşı, imanlı, təqvalı, əxlaqlı, elmli, dinsevər, haqqı axtarar kimi özünü göstərə bilir. Amma xəlvətdə olanda başqa insandır. Tək başına olanda başqa insandır. Onu tanımayanlar insanların yanına gedəndə başqa insandır. Və yaxud da bunun tipində, bunun əxlaqında, bunun xarakterində, onun əqidəsində olanların yanına gedəndə başqa insandır. Bunlara şəriətdə münafiqlər deyirlər, qardaşlar. Bunların başqa bir adları da var, iki üzlülər. Hər ikisi də sünnədə gəlmişdir. Rasulullah sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, Əbu Hüreyrə radiyallahu anhunun rivayət etdiyi hədisdə, hədisi İmam Buxari rivayət edib, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, siz insanların ən şərlilərini onların olduğunu görəcəksiniz ki, qiyamət günü, hansı ki onlar iki üzlülər idi. Bir toplum insanın içində başqa üzlə dururlardı, bir toplum insanın içində başqa üzlə. Bir yol sahibi deyil. Bunların yanında başqa şey danışır, bunların yanında başqa şey danışır. Bu toplumun içində başqa əməllər eləyir, bu toplumun içinə gələndə başqa əməllər eləyir. Bunlara ikiyüzlülər deyirlər şəriətdə. Və Allah qatında onların ən şərli, qiyamət günü onların ən şərli olduğunu görəcəksiniz, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَكِنْ لَا يَشْعُرُونَ Onlara deyildikdə ki, bu iki üzlülüyünüzlə, münafiqliyinizlə, sizdə olan bu nifaqla yer üzündə fitnə fəsad törətməyin. Onlar deyərlər ki, biz yer üzündə nəinki fitnə fəsad, biz yer üzündə islahı təmin edirik, yer üzündə islahın olmasını istəyirik. Allah Azza və Cəllə onları yalana çıxardaraq buyurur ki, Ələ innəhum humul mufsidunə və ləkin lə yəşurun. Həqiqətən onlardır fitnəkarların, fəsad törədənlərin ta özləri, lakin özlərinin də bundan xəbərləri yoxdur. Onların ən önəmli vəsfini Allah Azza və Cəllə başa salır. Onlar adətən necə olur? Onlar adətən, Bəqara surasının əvvəllərində gəlir, وَإِذَا لَقُوا الَّذ۪ينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ Onlar iman edən adamlarla oturup duranda deyərlər ki, biz sizinləyik. Biz də iman etmişik. Nə bilim, əxi, bilirsiniz bugün əxi, nə tərsə əxi. Biz də əxiyik, biz də qardaşıq, biz də sizlənik, eyni əqidədənik, eyni mənhəcdənik. Allah Azza və Cəllə deyir, bunlar şeytanları ilə bərabər olanda, şeytanlarının yanına gedəndə onlara deyərdi ki,
Bizə fikir verməyin, biz onları sadəcə alladırdıq. Yəni özləri kimi münafiqlərin yanına gedəndə deyərlər ki, bizi iman əhlinin yanında görməyinizə fikir verməyin. Biz sadəcə onları aldatmaq üçün onların yanındayıq. Yəni onlardan istifadə edirik. Biz onları ələ salırıq, lağa qoyuruq deyirlər. Allah Azza və Cəllə Nisa surəsində buyurur: İnnel munafiqine fi'd-derkil asfali mine'n-nar ve len tecid lehum nasira. Həqiqətən ikiyüzlü insanlar, münafiqlər, başqa sifətlər daşıyan, küfrü içində gizlətib, imanı izhar edən insanlar qiyamət günü ahirətdə cəhənnəmin ən aşağı təbəqəsində yanacaqlar. Cənnət qardaşlar göydədir və cənnətin təbəqələri var, mərtəbələri var. Hər yuxarıda olan mərtəbə aşağıda olan mərtəbədən daha əfzəldir. Cəhənnəm isə aşağıda olacaq. Cəhənnəmdə də dərakətlər var, təbəqələr var. Cəhənnəmin ən aşağı təbəqəsi üst təbəqəsindən daha şiddətli əzab olacaq. Ən aşağı nə qədər aşağı düşəcək təbəqələr, o qədər oranın əhli daha şiddətli əzab çəkəcək. Bu ayə dəlildir ona. Ona görə Allah Azza və Cəllə buyurur ki, münafiqlər ən aşağı təbəqəsində yanacaqlar cəhənnəmin. Çünki onlar qədər İslama zərər vuran adamlar yoxdur. Gəlirlər müsəlmanların içinə, sirlərini öyrənirlər və yaxud da müsəlmanların içinə girirlər, sonra gedib müsəlmanları pisləyirlər. Və yaxud da müsəlmanların sirlərini öyrənib, gedib dinin düşmənlərinə onu deyirlər. Nəticə nə olur, qardaşlar? İslama zərər verirlər. Kafiri bilirsən, kafirdir. Müsəlmanı bilirsən, müsəlmandır. Amma münafiqi tanıya bilmirsən. Münafiq insanı tanıya bilmirsən. Və onlar daimə dərdin içində ölürlər. Dərd. Çünki hər dəqiqə onların gerçək sifəti ortaya çıxar deyə hər dəqiqə qorxur. Daima görürsən ki, hiss eləyəndə ki, bunların gerçək sifəti ortaya çıxacaq, o saat başlayır nə eləməyə? Yayındırmağa milləti. Ayət, hədislə əzbərləyir, bəzən deməyə ki, güya bu doğrudan da gerçəkdən də müsəlmandır. Amma səni aldada bilərlər. Allahı kimsə aldada bilərmi, qardaşlar? Kimsə aldada bilər Allahı? Ya'lamu xainətal a'yuni və ma tuxfis sudur. Xain gözlərdəki baxışı da, qəlblərin gizlətdiyini də Allah Azza və Cəllə bilir. Heç bir şey Allah Azza və Cəllə gizli deyil. Biz götürürük bunu, bu kitabı götürürük, qoyuruq örtülü bir yerə. Heç kim görmür və bunun yeri ancaq sən bilirsən insanların içində. Və bu sənə görə yeri bəllidir, insanlara görə yeri gizlidir. Amma aləmlərin Rəbbi olan Allah üçün gizli yeri yoxdur. Bu aşkar, bu gizli, bu aşağı, bu yuxarı, bu balaca, bu böyük. Hər şey Allah Azza və Cəllə olduğu kimi bilir, hər şey eşidir, hər şeyi görür. Hətta qəlbində sən oturarkən nəyi düşünürsən, nəyi təsəvvür edirsən, nəyi xəyallarından keçirirsən, onları hamısını Allah Azza və Cəllə bilir. Sən bir şeyə baxarkən, nə niyyətlə baxırsan, baxışlarında nə ifadə edirsən, aləmləri Rəbbi olan Allah Azza və Cəllə bilir. Ona görə, əziz qardaşlarım, kimlər bu Rabbani tövsiyələrə, ilahi tövsiyələrə, şəri'i tövsiyələrə qulaq asmırsa, bunları dinləmirsə və şəriətdə olan dəlillər əsasında həyatını tənzimləməyə, düzəltməyə, düzüb qoşmağa, yaşamağa çalışmırsa, o insan uduzur. O insan aldanır. O insan xüsrana uğrayır və çox əziyyət çəkir o insan. Ona görə, əziz qardaşlar, möhtərəm müsəlmanlar, çalışmaq lazımdır, münafiqlərin sifətlərini öyrənmək ki, hətta onların daşıdığı sifətlər müsəlmanda olmasın. Və o sifətə düşmüş insanları biz o çirkin
əməllərdən çəkindirək. Və eyni zamanda qardaşlar, bunun nə qədər təhlükəli olduğunu heç zaman unutmamaq lazımdır. Və kimsə özünə əmin olmamalıdır ki, bu insan heç zaman təhlükəyə düşə bilməz. Sahabələr qorxurdu nifaqa düşməkdən. Abu Bakr radiyallahu anhu, Ömər ibn Xattab, böyük sahabələr hamısı qorxurlardı. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatına yaxın Hüzeyfət ibn-i Yəməni radiyallahu anhunu çağırır və onun qulağına pıçıldayır. Sir sözlər deyir. Mədinədəki münafiqlərin adını deyir bir-bir. Filan oğlu filan, filan oğlu filan, filan oğlu filan. Bil ki, ey Hüzeyfə, münafiqlərdir və bu sirdir. Ömər ibn Xattab radiyallahu anhu bilirdi ki, Hüzeyfət ibn-i Yəməni Peyğəmbərin sirrini heç zaman açmayacaq. Açmaz. Ona görə gedib soruşmadı ki, kimlərdir onlar. Sadəcə bir şeyi düşündü ki, ey Hüzeyfə, mənim adım da onların içindəydi. Allahu Akbar. Mənim adım da deyir, onların içindəydi mi? Birdən mənim adım da onların içində olmuş olar. Nifaqdan xəlifə qorxubsa, Peyğəmbərin sirdaşı, yandaşı qorxubsa, sən əmin olmağın doğru deyil. Həll nədir? Təqvalı insanların oturub duracaqsan, bil. Nifaqın nə qədər təhlükəli olduğunu öyrənəcəksən, 2. Nifaq daşıyan insanlardan uzaq olacaqsan, 3. Qəlbini daşa döndürən günahlardan çəkinəcəksən, 4. Bunları etməsən, sən özünə əmin olma ki, bu şey sənin başına gəlməyəcək. Allah Azza və Cəllə bizləri mömin üzlü, bir üzlü qullarından etsin. Amin. Allah Azza və Cəllə bizləri haqqı, haqq olaraq görüb, kimsədən çəkinmədən onu həqiqi şəkildə cəmaata çatdıranlardan etsin. Amin. Və danışdıqlarımızda ixlas nəsib eyləsin. Amin. Və o danışdıqlarımızı deməməzdən qabaq əməl etmək nəsib eyləsin. Amin. Allah Azza və Cəllədən diləyirəm ki, bizləri tövhiddən ayırmasın. Amin. Ahirətdə də peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə Allah Teala bizləri həşr eyləsin. Amin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.